Yenə fikrim dolanır Kərbəla çöllərini. Görürəm teşnə solan Fatimənin güllərini. Görürəm qüssə və qəmdən beli sınmış şahı. Yenə də səy eləyir razı sala Allahı. Neçə yol meydana yollandı ki höccət olsun. Bəlkə bir kimsə bu leşkərdən hidayət olsun. Neçə min dağlı və şeypur səsi vermirdi aman. İmamın sözləri süssün ürəyə nuri iman. Gəh meydana gəlir, gəh qayıdır xeymələrə. Qayıdış ruh gətirir xeymədəki körpələrə. Balaca bir açım istəyirəm şeiri. İmam Hüseyin hədisdə yazır ki, 7 dəfə xeymədən çıxdı gəldi qoşunun qabağına ki, sözünü tamam eləsin. Yəni desin ki, məni tanıyırsınız. O deyəcəklə, bəli tanıyırlar, Hüseyinsən. Mənim babamı tanıyırsınız, kimdir babam? Peyğəmbər. Atam kimdir? Əli. Anam kimdir? Zəhra. Yəni məni tanıyırsınız, öldürürsünüz məni. Höccətini tamam edir. Həm də istəyirdi ki, o qoşundan bəlkə kimsə hidayət olsun, gəlsin imana. Bunlar da imamla gəlirdi, çatırdı ordunun qabağına. Bunlar qalxanlarını bir-birinə vururdular. Şeypur səsi çalırdılar ki, imamın sözü eşidilməsin. İmam görürdü ki, belə bax, təzdən qayıdırdı. Xeymiyə qaydanda da orada uşaqlardı, qızlardı, xanımlardı. Bu ki, qayıdırdı xeymiyə, qızlar dolanırdılar imamın başına. Yığılırdılar ki, qayıd, sağ gəl. Bunu verin ki, gəh meydana gedir, gəh qayıdır xeymələrə, qayıdış ruh gətirir xeymədəki körpələrə. Kəbə mislində imamın dolanırlar başına. Din də şərməndə idi körpələrin göz yaşına. Əl açıb hər kəsin məxsusi dua etdiyimə. Hamı bildi bu gediş sondur, vida etdiyimə. Gördülər ki, daha imam başladı dua eləməyə. Dedilər ki, bu gediş sondur, qayıtmayacaqlar. Ahı nalə səsi yüksəldi səmaya Allah. Süzülür qəm yağışı Kərbəlaya Allah. Biri fəryad eləyir, qoyma bizi qardaşsız. Biri fəryad eləyir, qaldı uşaqlar başsız. Biri möhkəm sarılıb Zülcənahın qıçlarına. Zülcənah İmam Hüseyin atıdır. Biri bağlıbdı yühəngə, biri bağlıbdı yühəngi ağaran saçlarına. Atın yühənginə bağlayıb saçını ki, İmam Hüseyin atı sürməsin. Biri səhra qumunu kül kimi çırpır başına. Birinin də sarı qumlar qarışıb göz yaşına. Biri sail kimi şahın ətəyindən yapışır. Vayüsən naləsi ağlaşma səsi ilə qarışır. İstəmirlər gedən meydana behiştin ağası. Peyğəmbərdən hədis var ki, İmam Hüseyin behiştin cavanlarının ağasıdır. İstəmirlər gedən meydana behiştin ağası, boyana öz qanına Həzrəti Zəhra balası. Zeynəbin gəldi səsi, can sənə qurbanam Hüseyin. Xeymədən qalma nicaran, sənə qurbanam Hüseyin. Yetişibdir deyilən gün tələsirsən qardaş. Bilirəm meydana nə üçün tələsirsən qardaş. Ged atam oğlu, anam xəstədir, çox gözləməsin. Bu rəvayət belədir ki, burada İmam Hüseyin xanım Zəhra dünyasını dəyişəndə anası gəldi anasının ayağından öpdü. Dedi ki, ana, bir dənə istəyim var səndən ki, Kərbəlaya tez gələrsin. Rəvayət də var ki, xanım ruhən gəlib. Xanım Zeynəb də o deyir. Deyir ki, ged atam oğlu, anam xəstədir, çox gözləməsin. Gözü yolda, qulağı səsdədir, çox gözləməsin. Zeynəbindən də salam ərz eləyərsən anama. Zeynəbin əhdə vəfa etdi, deyərsən anama. Aramızda söz olub Hüseyin. Anamla deyir, mənim aramda söz olub. Aramızda söz olub, and içirəm Qur'ana. Gəl öpün gül boğazından sonra getməyin. Çünki xanım Zəhra bilirdi ki, boğazını kəsizələr. Demişdi ki, Zeynəbə ki, xanım Zeynəbə ki, o meydana gedəndə onun boğazından öpərsin. Bu da deyir ki, anamla sözüm olub, gəl öpün sonra get. Bacı qardaş elə ağlaşdı vida vaxtında. Qara günlər yazılıbmış bunların vaxtında. Vaxt o vaxt idi,
Nə Qasim, nə də Əkbər salır. Nə Ələmdari Əbəlfəz, nə də Əsqər salır. Nə bir ənsari, nə də bir köməyi qalmışdı. Sağ solun əldə qılınc qövmə ədu almış. Minib öz mərkəbinə, meydana üst tutdu imam. Özünü təqdim edib höccətini etdi tamam. Dedi, mən xətmi Peyyəmbər canının parəsiyəm. Məlakut aləminin yerdəki səyyarəsiyəm. O mənəm Şəhbər Cibrildə gəzən asimanı. Bilirsiniz, İmam Hüseyin uşaq vaxtı olanda Cənab Cəbrail gəldi onu qundağın götürdü, apardı hər şey. Bunlara deyirsiniz, məni tanımırsınız mən kimi. O mənəm Şəhbər Cibrildə gəzən asimanı. O mənəm ərz o səma əhlinə Allah nişanı. O mənəm ki, mənim eşqim bəşərə vacibdir. Quran ayəsi. Allah Peyğəmbər deyir ki, denə ki, mən Qur'anın təbliğində sizdən bir şey istəmirəm. Bir də nə əhl-i beytimə məhəbbət. Quran ayəsi. Yəni siz Quran oxumamışsınız. O mənəm ki, mənim eşqim bəşərə vacibdir. O mənəm ki, mənə hər kim qoşula qalibdir. O mənəm xətmi Peyyəmbər boğazımdan çox ötür. O mənəm Əsqərimin gül boğazından ox ötür. O mənəm ki, mənə Zəhra özü köynək toxuyub. Toxuduqca mənə hər ilmədə Qur'an oxuyub. O mənəm ümməti zülmətdən üzü nura təkəm. O mənəm ümməti Allah bəyanan şura təkəm. O mənəm son beşiyi Aliyə-ba məktəbinin. O mənəm fəxr-ı vüqar-ı şühəda məktəbinin. Tanıtdırır özünü olsun. Fəzilətlərini sayır. Bunlar da deyirlər ki, səs yaymışlar ki, bunlar dindən çıxmışlar, ona görə bunlar öldür. Bunlar xaricidirlər. Deyir ki, indi İmam Hüseyin, bizə hər kim ki deyə xarici yük, kəzzabdır, yalancıdır. Niyə? Göyü nurla bəzəyən biz diyanan mehrabdır. Biz namaza diyananda göy bəzənir. Babama nazil olub ayə-i Qur'an, biləsiz. Bizim evdən uzanıb göylərə azam, biləsiz. Sizi Allah yaradıbdır bizə xatir, biləsiz. Bizi təsdiq eləyir ayə-i təthir, biləsiz. Elmin, hikmətin hər sahədə dəryası bizük. Yarananlar nə qədər vardısa mövlası bizük. Ulul-əmr ayəsinin batini mənası bizük. Allahın nuru ki var, yerdə təcəllası bizük. Bizi öldürürsünüz deyir. Deyir ki, o biz üksüzləri bütlərdən uzaq eyləmişik. Kafiriyiz deyirsiniz. Biz gəldik sizə İslamı başa saldık. O biz üksüzləri bütlərdən uzaq eyləmişik. Sizi çox süfrə-i ehsana qonaq eyləmişik. O biz canımızı dinə fəda eyləyirik. Nə günah eyləyirik, biz nə xəta eyləyirik. O sizin namə-i əmalı ki var çirkabdır. O səbəb səhnə-i məhşər siz üçün girdabdır. Sizin üçün çəkin verdi qiyamət. O bizi ki, bizə Allah da məhəbbət eləyib. O bizi ki, bizi Peyğəmbər əmanət eləyib. Kitabullah da büzük, xanə-i itrət də büzük. Əsl İslam da büzük, möminə cənnət də büzük. Sonra deyir ki, necə tezliklə unutdunuz babamın zəhmətini, necə deyir Peyğəmbərin bu zəhmətlərini unutdunuz? Niyə təhrif eləyirsiniz yazılan şəriətini? Niyə dəyişirsiniz? Bizə kim zülm ola, deyir biz əhl-i beytə, bizə kim zülm ola əmr eyləsə, şeytan da olacaq. Namazı olsa belə qeyri-müsəlman da olacaq. Dindən çıxaladır. Bizi Peyğəmbər əmanət qoyub ümmətə. İndi siz bizi öldürürsünüz. Deyir, mən Hüseynəm. Özüm tanıtdır, mən Hüseynəm. Yezidə beyətə baş əyməyəcəm. Öləcəm, doğranacam, zillətə baş əyməyəcəm. Deyin indi şimirə, nofələ gəlsin qabaq. Gəzdin qoşunun başçıları idi. Amma deyir, əvvəldə deyin, hərmələ gəlsin qabaq. Ya sən niyə hərmələni istəyirsən? Deyir ki, o bitir Əsqərimin gül boğazını peykanla. Balamın ağ bələyin ox bəliyib durqanla. O vuran ox uca qamətlə əvvəlfəzmi yıxır. Əlif dursun, yerə qeyrətlə əvvəlfəzmi yıxır. Cəngimə, döyüşmə deyir, cəngimə tapsa özündə kişiliyi qeyrətini,
Ona mən göstərərəm Zülfüqarın qüdrətini. Gəlsin deyə. Gəlsə də üst çevirib qaçmalıdır meydandan. Səbəbi tülkü olan cəng eləməz aslanla. Maşallah. Sözünü etdi tamam, meydana tufan düşdü. İmamın həmləsinə torpağa çoxdan düşdü. Zülfüqar şimşəyə bənzər havadan ot düzəlir. Qorxudan, vahimədən qövm-i ədu tir-tir əsir. Qataqaş düşdü. Başladılar, imam hara gedir, bunlar qaçırlar. Qataqaş düşdü. Nəfəslər yorulub təngə gəlir. Elə bil düldül ilə şiir-i xuda zəngə gəlir. Allah, elə bir Əli əleyhissalam gəlib döyüşər. Yolunu azmış cəmaat, eylədilər təynə qədər, üz-üzə olmadı mümkün buralar şaha qədər. Bizləri çatmır, gözlər yoxayıb, belə müharibədə alınmır. Əli şəmşirli olanlar çəkilirlər qırağa. Geri səhvdən, geri cərgədən, geri səhvdən ox atanlar atılırlar qabağa. Quru torpaq kimi gözlər susuz insan yağışır. Adam səhrada 10 gün qalır, suyu yoxdur. Ümidi nəyədir? Yağışır. Quru torpaq da necə yağış gözləyər, insan da odur. İmam Hüseyin də neçə gündür susuzlar, bəlkə də niyyəti budur ki, yağış yağıb uşaqlarım susuz. Quru torpaq kimi gözlər susuz insan yağışır. Bu susuz çöldə qəfil başladı perişan yağışır. 4000 ox atan var idi. Birdən-birə 4000-dən ox atılar. Görmüşsünüzlər, kinolarda da belə yağış kimi yağır. İmam Hüseyin su gözləyir, bunlar buna ox yağışı göndərir. Bu susuz çöldə qəfil başladı peykan yağışı. Bu yağış hər tərəfə yox, süzülür bir tərəfə. Süzülən ox kamanından toxunur bir hədəfə. Hədəfin zahirinə məzlum üçün qurban idi. Hədəfin batini peyğəmbər idi, Qur'an idi. Açılıbdır sinəsində yaralar lalə kimi. Əyilir, qan ətəyindən süzülür jalə kimi. Allah əşbər. Sonra bir nizə atından yerə Mövlanı yıxır. Yıxıb. Sonra bir nizə atından yerə Mövlanı yıxır. Bu yıxılmaq elə bil Həzrət Zəhranı yıxır. Başını kəsməyə hazır neçə min şəmşirdi. Yenə ətkan dodağından süzülən təkbir. Allah anlayır ki, bunların başını kəsirlər, Allah zikr. Necə kəsdi o mübarək başı şimri dəqa. Alacaq Həzrət Zəhra qısasın ruzi cəza. Bu əzadarilərin qəbri və həsrətdir Hüseyin. Bu ziyarət, o ziyarət bu əza əhlinə izzətdir Hüseyin. Başını kəssələr.